Salam mənim kanalımın seyirciləri. Tanıyanlar bilir, mən riyaziyyatı yaxşı oxumuşam. Ümumiyyətlə, əlaçı oxumuşam mən. İndi də oxuyuram. Riyaziyyat, fizika elə bir şeydir ki, oxumuşam deyə bilməzsən tək. Çünki bunlar daim inkişaf eləyir, təkmilləşir. Hər gün hansısa teoremlər isbat olunur. Fizikadan yeniliklər kəşf olunur. Və mən nisbilik nəzəriyyəsinin, ehtimal nəzəriyyəsinin, Monte-Hall effektin, paradoksun yetərincə bilirəm. Və bir addım atanda şahmat kimi mümkün qədər 3-4 gediş öncəni hesablamağa çalışıram. Bütün variantları təkcə başımda yox, cızmaqaralarım olur filan bəsməkan. Və nəyi həyat mənə başa salıb? Elə adam var ki, gedirsən işi, 2 vur 2 kimi düzəlir. 2 vur 2. Gedirsən, Allah deyir, o Allah işi düzəltsin. Allah onun işin 2 vur 2 kimi düzəldir. Adam da var ki, əldən ayaqdan gedirsən. Ulan mən harda səhv elədim, nəyi nəzərə almadım, mümkün deyil, işi alınmır. Allah işimizi düzəltsin. Bu qədər.